Salam değerli şagirdlər. Yeni Puzzadan rasyonel sayılardan sual izahına davam edir. Deməli, rasyonel sayılar test 1A. Burada bunun ortaq məxrəci olacaq 12. 2'ye vururam 2. Deməli, 4'e vurmuşam. 2 ilə 4'e vururam 8. 4'ü 3'e vurmuşam. 1'i də 3'e vururam 3. Olur 7 böl 12. Dördüncü sual. 4 tipli sualları həll etmək üçün biz bu ortaq məxrəcə gətirmək yerinə mötərizələri aça bilərik. Məsələn, 3'də 2 çıx, 2'də 1, üstə gəl 4'də 1. Mötərizəni açsam, burada mənfi olduğu üçün işarələr dəyişir. Çıx 4'də 3, üstə gəl 3'də 2, çıx 2'də 5 bərabərdir. İndi məxrəci bir olanlardan başlayayım. 3'də 2 və 3'də 2'ni toplayıram. 3'də 4. Mənfi 2'də 1, mənfi 2'də 5. Mənfi 2'də 6, yəni mənfi 3 eləyir. 4'də 1-dən də 4'də 3 çıxanda mənfi 4'də 2. Bunları ortaq məxrəcə gətirəndə olur 12'də. 12'də, buraya yazmaq olmadı. Bunu 4'e vurdum, 4'e vuram 16. Bu 12'də 36. Bunu da 3'e vuranda 6. Olur 16'dan 42 çıxanda mənfi 20. 6 böl 12. Bunu da ixtisar etsək mənfi 13 böl 6 olur cavab. Yəni B variantı. İkinci sual. Ortaq məxrəc yenə 2, 6, 5, 30. 15'e vurmuşam 75. 6'nı 5'e vurmuşam, 9'u da 5'e vuram, mənfi 54. Üstə gəl, 6'ya vurmuşam, 6'ya vururam. Burada da çıxdı, çıx 12. Üstə gəl 10. Buradan da 30'da 21, 12 çıxanda 9, üstünə 10 gəlirəm. 19, sanki hesablama səhvim var. Burada 6'nı 5'e vurup 30 yazmışam. 9'u 5'e vurup 54 yazmışam. Bu 45'ti. Olur 30, 12, 18 üstüne 10 gələndə 28. 30'da 28. Bunu da ixtisar eləyəndə 14 böl 15. Yəni E variantı. 5-ci sual. Baxın, mötərizələri açsam faydası var. Bunları açıram. 3'də 4, 5'də 3, 7'də 5, çıx 7'də 5, çıx 5'də 3, üstə gəl 3'də 11. Deməli, burada bu 5'də 3 və 5'də 3, 7'də 5 və 7'də 5 gedir. Qalır 3'də 4 ilə 11'i toplayanda 15, bu da 5 deməkdir. Üçüncü sual. Bunları toplaya bilərəm rahat. 5 tam, 3 tam çıxanda 2 tam, 6 ilə 5'i toplayanda 11, 4 çıxanda 7. 2 tam 7'də 7, bu 3 deməkdir. 6-cı sual. 6-cı sualda çıxma eləməliyəm. Bu 9'da 6 kimi yaza bilərəm. Yuxarıda da deməli bu 4'də 2 deməkdir. 2'də 1'i 4'də 2 yaza bilərəm. Mən 4'də 2'dən 4'də 3 çıxa bilmədiyim üçün bundan 1 götürürəm. Qalır 2021 tam 4'də. 4 ilə 2'ni toplayıb yuxarı yazıram 6. Çıx 2021 tam 4'də 3. Yəni buradakı 2'dən 3'ü çıxa bilmədiyim üçün 2022'ni 2021 eləyirəm. 1 götürürəm. Həmin 1 4'də 4 deməkdir. 4'də 2 ilə toplayıb 4'də 6 yazıram. Aşağıda da 2020 tam 9'da 6, 9 elədim. Bunu da eləyirəm 2020 tam. Yenə bunu bir azaltdım. 9'da 1 elədim, 9'da 10. Bərabərdir. Yuxarıda 1 tam 4'də 3. Aşağıda yəni burada cavab mənfi alınacaq. 9'da 10'dan 9'da 6 çıxanda 9'da 4, mənfi 9'da 4. 4'də 7 böl, tərs çevirirəm, mənfi 4'də 9. Bu da olur
Burada baxın, biz 2021-dən 2001-yə çıxıb 1 yazmışıq. Burada 1 qalmış ki, böyle 4-də 3 olur. Bu da -16-da 27. Yani C variantı. Yedinci sual. Bunu olduğu kimi yazıram. 2'də 1, 5'də 3, 4'də 1. Bunu ixtisar edəcəm, sadələşdirəcəm. Bu 2'də 1'dir. Qabağında çıx var, çıx 2'də 1. Bunu sadələşdirsək 15 ilə 5'də 3 olur. Çıx 5'də 3. Bunu da 17 ilə sadələşdirsək çıx 4'də 1. Qabaqda da mənfi var. Mənfi 4'də 1. Getdi, getdi, getdi. 0. Onuncu sual. 9, 13 gedir 3, 16 2 gedir 8. 3'də 2 çıx. 8 dəfə 3, 24'də 1. Bu da 24'də 8 ilə vursaq 16 çıx 1, 15. İxtisar eləsək 5 böl 8. 8-ci sual. X sıx Y tap deyir, tapaq. Əgər mən bunları çıxsam 28'dən 14 elə 2'də 1'dir. Baxın, bu 2'də 1 eləyir. Mən X-dən Y çıxsam bu 2'də 1'lər gedəcək. 66'da 22 ixtisar etsək 3'də 1 eləyir. Qalacaq 3'də 1 çıx. Bu nə olur? 2'də 1. Bu da 2'də 1. Çıx 2'də 1. Bu da 6'da 2 çıx 3 çıx 3. Yəni -7. -7'dən -4 böl 6. Gördüğünüz kimi hesaplamalarım heç yaxşı deyil. D. Bölmə. Deməli, burada 3 böl 2. Həmişə burada nəyə böldüyünüzə baxmaq üçün işarənin yerinə baxın. Bu birincisi 3 böl 2'ni 2'yə bölməkdir. Yəni tərsinə 2'də 1'ə vururam. Çıx. Burada isə 2'ni 5'də 4'ə bölürəm. Yəni tərsinə 4'də 5'ə vururam. Bu olur 4'də 3 çıx. Əslində heç ixtisar eləmirəm. Yazıram 4'də və ixtisar eləmirəm. 10. Bu da olur -7 böl 4. C variantı. 9-cu sual. 5 böl A. Çıx 3 böl B. Çıx 3 böl A. Üstə gəl 2 böl B. Çıx 1 böl C. Mənfiyə görə işarələri dəyişdim. Üstə gəl 1 böl B. Çıx 2 böl A. A olanlara baxaq. 5 böl A var və 2 böl A var və 3 böl A var. 5'dən 3 çıxdı. Ondan da 2. Bunlar getdilər. B olanlara baxaq. -3 üstə gəl 2 -1. Üstünə 1 gələndə bu da getdi. Qaldı bir dənə bu -1 böl C. 12. 2 böl 1 böl 2. Yəni 2 vur 2 çıx. 1 böl 3 böl 4. Yəni vur 4'də 1. Olur 4 çıx 1 böl 12. Bu da 12'də 48'dən 1 çıxır 47. Yaxşı, buna baxaq. 8 sıx 1 böl 7. Bunu yazıram elə, baxın. Heç nə hesablamıram. 1 böl 7 çıx 3. Burada mənfi var. Üstə gəl 8 böl 7. Aşağını da eləyəcəm. 2 çıx 1 böl 2. Üstə gəl 1 çıx 9 böl 2. Deməli 8'dən 3 çıxanda 5. -1 böl 7 üstə gəl 8 böl 7. -1 üstə gəl 8. Bu 7 böl 7, yəni 1 eləyir. Burada 2 üstə gəl 1 3. -1 çıx 9, -10 böl 2, -5. Yəni olur 6 böl -2, yəni -3. Burada çıxıram. Böyle 4 böl 7 gedəcək 2. Tərsinə vururam 3'də 5. Yəni 10 böl 3. 14-cü sual. 1 çıx 1 böl 2, 2'də 1. 1 çıx 1 böl 3, 2 böl 3. 1 çıx 1 böl 4, 3 böl 4. 1 üstə gəl 1 böl 2, 3 böl 2. 1 üstə gəl 1 böl 3, 4 böl 3. 1 üstə gəl 1 böl 4, 5 böl 4. Burada 2'lər və 3'lər gedir. Qalır 1 böl 4.
Burada 3'lər və 4'lər gedir. Qalır 5/2. Tərs çevirəndə 2/5. Bu da gedir. 1/10 qalır. 17. 2 tam 3'də 1'i yazıram. Çıx. 6'da 5. Bunu toplayanda 5/3 olur. Tərs çevirirəm 3/5. 5'lər gedir. Bu da 1/2 qalır. Çıx 1/2. Bu da 2 tam. Yazmayayım. 6'da 2. Çıx 6'da 3. Yani 6'da 14. Çıx 3/6. Bu da 11/6. C variantı. 15. sual. 1 ilə 1/2'ni toplayıram. Ne olur? 3/2. Olur 1/3/2. 1'dən 2'də 1 çıxıram. Olur 1/2. 1'dən 3'də 1 çıxanda 2/3. Deməli birinci tərs çevriləcək. Olacaq 2/3. Burada da 1/2 vurulsun. Tərs çevirəndə 3/2. Olur 3'də 2 üstə gəldi 4'də 3. Yani 12'də 2'ni 4'e 8, 3'ü 3'e 9. 17/12. Yaxşı, bu olur 3/8. Vur. Bunu hesaplayaq. 1 3/2'ye böləndə tərs çevriləcək. Olacaq 2/3'e böləndə 3/2. Burada da çıx. 2'də 1 vur. 3'də 1. Yani 2'də 3. Çıx 6'da 1. Yani 6'da 3'e vurmuşam. 9'dan 1 çıxanda 8. Bu da 4/3. Olur 4/3 ve artı 3. Bunlar gedir. 1 bölünsün 2 üstə gəl 3. Bu da 7/2. En azından bir anı bitirək. 19. sual. 1 üstə gəl 2 çıx. 1 üstə gəl 1/3 olur 4/3. Bölünsün 2. Böl 5. Bunu hesaplasaq 4/3 2'ye böləndə 2'də 1'e vururam. 2'lər gedir. Bu da qalır 2/3. Sonra 2'dən çıxacam 2/3'ü. Bu da olur 3'də 6'dan 2 çıxanda 4. Olur 1 üstə gəl 4/3 böl 5. Yani 1 üstə gəl 4/3 vur 5'də 1. Yani 1 üstə gəl 15'də 4. Bu da 1'i 15'e vurup üstüne 4 gəlsək 19/15. 22. Topladım 3/2. Topladım 4/3. Bu belə davam eləyir. En son toplayanda 11/10 olur. Burada dikkat eləyin. Hər kəsrin payı ilə, surəti ilə sonraki kəsrin paydası, yəni məxrəci ixtisar edir. Bu belə gedir. Deməli 10 da özündən əvvəlki ilə gedəcək. Qalacaq bir dənə 11 və 2. 11/2. 20. sual. 2 tam 3'də 1 çıx. 1'dən 3'də 2 çıxanda yenə 3'də 1 olur. Bu olur 2. 2'ni buna böləndə tərsinə vururam. -2'yə olur -4. 23. Baxaq nə edə bilərik. Burada maraqlı bir şey var. Baxın bu 3 çıxılsın yazıram. Bu 34/31. Hətta gəlin bunu ötərizən də ataq. 34/31 1 tam 31'də 3'dür. Bu da 1 tam 43'də 5'dir. Bu da 1 tam 51'də 1'dir. Aşağıda da 3/31, 5/43, 1/51. Baxın, 1 tam 31'də 3 əslində 1 üstə gəl 31'də 3-dən eyni şeydir. Bu da eyni şeydir. Bu da. Yəni mən 3'dən bunları çıxanda əvvəlcə 1'ləri çıxsam, bu 1'lər 3-lə gedər. Geriyə qalar bu ifadə. Bunları da açanda qarşılarında mənfi olduğu üçün bunların tərsi olar. Böləndə də alınır -1. 21.
Buradan başlayaq. 1 çıx 1 bölü 2. 1 bölü 2 olur. 3'ü 1 bölü 2'yə böləndə tərsinə vururam. Olur 6. Sonra 2-dən 6 çıxanda mənfi 4. Deməli bizdə oldu 1 üstə gəl. 5 böl mənfi 4. Böl 3 bölü 2 var. Tərs çevirirəm. 2-də çevirmədim. 3-də 2. Üstə gəl 12-də 7. Bu da olur 1. Bu mənfi olduğu üçün birbaşa bura çıx yaza bilərəm. Çıx 10 böl 12. Üstə gəl 7 böl 12. Birinci kəsirləri hesablasam, mənfi 10 ilə 7-ni toplayanda mənfi 3 böl 12. Yəni 12-də 9. Yəni 4-də 3. D variantı. 24-cü sual buradan başlayaq. 1-dən 1,3-də 1 çıxsam, elə mənfi 3-də 1 qalır. 2-ni də mənfi 3-də 1-ə böləndə tərsinə, yəni mənfi 3-ə vururam. Olur mənfi 6. Bura baxaq. 2 vur 2 çıx 3. Burada qalır 1 böl. 4-dən 3 çıxanda 1 böl 2. Bu da 2 eləyir. Bizə deyir bunu hesabla. A-nı nə tapdıq? Mənfi A hansıydı? Buydu. A-nı mənfi 6 tapdıq. Mənfi 6 artı 3. Yuxarıda B-ni də 2 tapdıq. 2 çıx 1. Olur 1 böl mənfi 3. Yəni A variantı. Bu da bu testin və dərsin son sualı idi. Sağ olun şagirdlər.